Salam uşaqlar, bilirsiniz, dünyamızı işlədən, amma heç gözlə görmədiyimiz çox maraqlı bir qüvvə var. Bəli, söhbət gərginlikdən gedir. Elə isə gəlin, bugün bu sirrin arxasındakı gücü birlikdə kəşf edək. Nə deyirsiniz? Başlayaq. İndi gəlin bura baxaq. Qabağımızda çox sadə bir şey var. Bir dənə batareya, bir dənə də sönülü lampa. Bəs yaxşı, bu lampanı yandıran o, deyək ki, sehirli güc nə ola bilər? Elə bugün bu sualın cavabını tapacaq. Yaxşı, gəlin görək bu lampanın sirri nədir. İlk addımımızı atırıq. Və cavab gəldi. Bu qüvvənin adı gərginlikdir. Yəni, ən sadə dildə desək, gərginlik nədir? Təsəvvür edin ki, batareya elektrik yüklərinə bir növ enerji verir, onları itəliyir. Bax, o təkan var ha, elə o gərginlikdir. Yükləri hərəkətə gətirən qüvvə. Bunu daha yaxşı başa düşmək üçün gəlin belə düşünək. Gərginlik eyni ilə su təzyiqi kimidir. Məsələn, şlankdan gələn suyun təzyiqi çox olanda su necə güclü axır, düzdür? Bax, gərginlik də tam olaraq belə bir şeydir. O, sanki elektrik yüklərinin təzyiqidir. Nə qədər çox olsa, o qədər güclü axın yaradır. Yaxşı, bəs biz bu elektrik təzyiqini necə ölçürük? Bunun üçün xüsusi bir ölçü vahidi var, volt. Qısaca böyük V hərfi ilə yazırıq. Onu da deyim ki, bu ad təsadüfi deyil. Batareyanı ixtira edən dahi İtalyan alimi Alessandro Volta'nın şərəfinə belə adlandırılıb. Bəs bu voltları harada görə bilərik? Əslində, lap yaxınımızda, elə hər gün gördüyümüz şeylərin üzərində. Məsələn, heç adi barmaq batareyalara fikir vermisiniz? Üzərində yazılır 1.5 V. Bax, o rəqəm həmin batareyanın nə qədər gərginlik, yəni nə qədər təkan gücü verə bildiyini göstərir.